parklanma ilə bağlı ən böyük problem nədir? Misal üçün, adam gəlir, maşını saxlayır parklanma ərazisində, maşından düşüb, gedir kodu baxmağa ki, SMS göndərsin. Adətən bu elə bir kateqoriya insandır ki, proqramdan falandan istifadə edə bilmir. Dədə-baba üsulu ilə deyir, SMS göndərim. Bəli. Bu gəlir maşını parklanmada saxlayır. Parklanmada saxlayıb gedib həmin o lövhəyə çatana qədər aynanın xüsusi maşınları var, hansı ki üzərində kameralar quraşdırılır. Avtomatik çəkir. Avtomatik gəlir çəkir. Yəni bu gedib kodu öyrənənə kimi, SMS ilə göndərənə kimi Bəli. buna avtomatik cərimə gəlir. Bax, bununla bağlı müraciət eləyirlər. Yəni bunun düzdür, aynanın həmin o maşını avtomatik çəkməsi demirəm qanunsuzdur. Qanunidir, amma bax belə şeylər, hallar olur da. Adam gəlir maşını saxlayır, geri mesaj yazmağa. Hə. Mesaj yazmağa gedəndə buna orada cərimə gəlir. Faktiki olaraq bu orada belə deyək də qanunsuz parklanma etməyib axı. Bu istəyir ki, ödəniş etsin.